Bugün Rıza Bəy Səfərsoyun başına gətirilən müsibət hər birinizin başına gətirilə bilər. Bugün günorta saat 1'ə işləmiş təxmini ilə mən həyət qapısını açıb həyətdən bayıra çıxmaq istəyirdim ki, müəyyən işlər üçün hardasa küçəmizdə 10-15 dənə maşınlar dayanmışdı. 20-25 nəfər ağzı maskalı, polis geyimli, polis nəfərləri bizim üzərimizə hücum elədilər. Məni zorla qapıdan çəkib bir maşına əyləşdirdilər. Onu da deyim ki, məni əyləşdirdikləri maşında, qapının ağzında düz dayanan qapının ağzındakı maşında lom var idi, kuvat var idi. Bunu herkes bilsin. Onlar hazırlıklı gelmiştiler ki kapını döysələr, qapını açan olmasa kapını kırıp bizim evimize girme fikirləri var idi. Ben onlara bildirdim ki, eğer Rıza Bey'in bir günahı varsa, siz